خب بسم الله الرحمن الرحیم. mehriban və bağışlayan Allahın adıyla və yadıyla siz əziz yoldaşlara səlam ərz edirəm. Milli irfanın bir hissəsini də sizinlə istirıq paylaşaq. Biz bu cələsədə keçmiş hissələr kimin Nəsimidən bir qəzəllə başlayacağıq. Sonralıqda iki dənə mövzu vardı ki, bizim bu bəhslərimizə ilgisi vardı. Onunla bir danışacağıq. Sonra bir qıssaca o mifoloji barəsində söhbət olacaq. Sonra Məsnəviyə gələcəyik. Sonunda Şəms divanından bir qəzəllə sözlərimizi qurtaracaq. Əzizlər, bu qəzəli ki, mən istəyirəm sizə oxuyam. Bu Nəsiminin bir irfani qəzəllərindəndir. Bir para sözləri də Qur'andan alınır. Axı görürsünüz də bizim camiəmizdə bir para tərsə düşüncələr var, bir para çaşqın düşüncələr var. Görürsünüz, bizim söhbətlərimiz bir yerdə gedir, yayılır. Orada deyirlər, ağa, bu İslam nə mənədir sən gətirib qoysan bura? Bu bitkəsin götürsəydin çox yaxşı olaydı. Halbuki biz bunlara deyirik ki, baba, İslam, bax sən ki deyirsən, İslam, bizim neçə cür İslamımız var. Bax sən o cürələrinə, o novlarına, qismətlərinə baxmırsan. Necə məsələn Mevlana'ya baxanda görürsən ki, sizə neçə cürə əql deyir, neçə cürə kofr deyir, neçə cürə din deyir. Yəni bu cürələrini sayır, qismətlərini sayır, çeşidlərini sayır deyir. Hansını götürməlisən? Bir dənə bizim küfrümüz yoxdur ki, bir dənə bizim dinimiz yoxdur, bir dənə əqlimiz yoxdur, bir cürə sevməyimiz yoxdur. Ona görə görürsünüz ki, Məsnəvidə bir dənə gəlir, əqli işlədir. Ya bir dənə can işlədir. Yəni görürsən ki, o əql, o əqllə bir fərqli bir qavram olur. O əsasda, bəli, bir cürə İslam vardı ki, o İslam xurafədir, təzvirdir, yalandır, bir dənə əbzar qudrətdir. Yaxçı, bu bir cürə İslamdır, bir qurğun əlindədir. Bir cürə də İslam var, İslamı mərifətdir, eqistemədir. Yəni o bir dənə qaynaqdır. Oradan sən dünya görüşü alırsan, Allaha nə cür baxa bilərsən, təbiətə nə cür baxa bilərsən, digər insanlara nə cür baxa bilərsən. Demək olar, orada fəlsəfə də var, irfan da var, yəni orada iman da var, orada güc də var. Axı o İslamı niyə gərək biz əldən ötürək, özgələr ona sahib dursunlar? O bizə bir dənə gücdür. Necə ki, tarix boyda siz baxsaz, görürsünüz ki, həm elə Qəznəvi dövrəsində, həm Səlcuqlu dövrəsində bu türklər demək olar Allahu Əkbərlə gedilər, Avropanı fəth edirdilər. Və bu Allahu Əkbərdə bir dənə güc var idi. Bu gücü niyə gərək biz örtək bastıraq və deyək ki, bəli, bir qisməti fərdisi var, İslamın haləti ibadətdir. İbadətdə bu haləti fərdisi var. Məsələn, bir molla sənə deyir, get məscidə, xub, sən getmirsən, get. Mən özüm də sizə zorla demirəm ki, məsciddə namaz qılın. Yaxçı, çünki bu halət fərdidir də, bu sizin özünüzdən asılıdır. Amma İslamın bir ictimai, toplumsal bir görüşləri var, görevləri var. Ondan sonra kultural bir İslamın görevləri var. Yəni bir fərhəng baxımında, sünnətlərdə, adablarda, hünərlərdə sözü var danışmağa, tarix boyu da belə olubdur. Ona görə bəzi o bizim yoldaşlar görürsünüz ki, bu cür bizi neynirlər, həmlə gətirirlər ki, xub, siz bu işdən əl götürün. Beynime baktı. Dedi ki Kur'an özünde de var. Bir var eyyuhel mu'minun değil. Bir var eyyuhel mesela burada diyat eyyuhel muslimin. Bunlar o intizar için musliminden var değil, mu'mininden vardı. Mu'mininden var değil, musliminden vardı. Dəqiqən. Bu düz deyirlər də. Elə
Bəli, o elə məratibdir da, o həman məratibdir ki, elə bir mərtəbə İslamiyyətdir, yəni təslim olmaqdır. Xub, insanlar deyirlər ki, mən müsəlman oluram, Allah bir dənədir və elə bu kifayət eləyir. Bu olur nə mənə, sən olursan müsəlman, yaxçı, oldun müsəlman dər vağı. Hətta gəlirlər bir dənə ərəblərin yanına, ərəblər gəlir Peyğəmbərin yanına, deyirlər ki, qalətil ərab amənna. Ərəblər deyirlər, biz iman gətirdik. Peyğəmbər vəhy olur orada, deyir ki, sən bunlara denən ki, siz iman gətirmək, qulləm tu'minu, bəl qulu əsləmna. Siz bunlara deyin ki, sizlər iman gətirməyibsiniz, sizlər təzə müsəlman olubsiniz, yəni İslama yetişibsiniz. Xob, bu İslama yetişmək ki, bir dənə mərhələ-i təslimdir, feylən, ari az şəriətdir, ari az təriqətdir, ari az həqiqətdir, ari az mərifətdir, bunlardan yoxudur. Dər vaqa onun üstündə adamlar işlirlər. Ta yetişirlər bir dənə mərhələ-i nəmənə imana yetişirlər. Yaxçı, bu iman çox üstündür İslamdan. Əlbəttə, iman təhcə İslamdan ayrılmır. Yəni, o cürdə deyək ki, biz deyək ki, iman təhcə nədir? İslamdan ayrıla bilər. İman elə o birisi dinlərin içində iman. O birisi dinlərin içində iman vardır. Hətta Quran öz içində var ki, ya eyyuhəl-ləzinə amenu, amenu. İman gətirənlər, iman gətirin. Yəni, hətta onların da öz içində imanla bölür neçə yerə ki, imanlar fərqli imandır. Biri xam imandır, pişməyibdir. Bir iman vardır ki, o qədər tapdalayıblar ki, nədir, çox güclü bir dənə iman olubdur. Ondan elə özünə görə bir dənə məratibi var. Hər şey o məratibdən gedir. Necə biz Farabinin düşüncəsində rütbə söhbət eləyirik, mərtəbə söhbət eləyirik. Bu məfahimlərin hamısının özünə görə mərtəbəsi var. O mərtəbədə, hansı mərtəbədən danışırıq? Xob, bir dənə də yuxarıtər az iman var. Yuxarıtər az iman nədir, ay siyaban? O mərhələ ilə mənədir, yəqindir ki, deyirlər ki, Allahın ən az neyməti ki, bəndələrin arasında paylanıbdır, yəqindir. Yaxçı, bu yəqinə çoxları müştəri idilər. Xob, görsən elə Musanın özü, məsələn, müştəri olur ki, budalən işarə eləyəcək, odu görür, deyim, qoy mən gedim orada yəqinə çatım, görüm, orada nə xəbərdir, ailəsinə deyir ki, istəyirəm ki, oradan bir şeylər sizə gətirəm, görüm, burada nə var. İbrahimin özü, məsələn, görürsünüz, Peyğəmbərdir, imanı var və hələ yəqinə yetişmir. Deyir ki, əvvələn qiyaməti mənə görsət. Bunlar sən deysən, nədir yaraldacaqsan. Deyir ki, quşlardır da, böləcəksən, apar qoy filən yerə gəlsinlər, buna qovuşsunlar bir-birlərinə, bu oldu nə mənə səhniyə, qiyamət və sən yəqinə çatarsın. O əsasda nə mənədir? Bəli, Quranda bir para xitablar əyyuhənnasdırlar. Yəni, ümumi adamlardılar, ümumi adamlara şamildir. O ki, bəziləri Quran ərəblər üçündür. İttifaqən Quran içində çoxlu yerlərdə ərəblər çırpır. Yaxçı, əyyuhəl-ərab zat bunlar müxatəblərdə çox-çox azdır. O ki, Quran ən-nas söhbət edəndə, yəni ammi bəşəriyyəti der vaqa xitab qərar verir ki, onun içində elə farsı da var, kürdü də var, türkü də var və müxtəlif qovmiyyətlər var ki, onun içində ondan eləyə bilərlər, alırlar. Elə bir dənə məna süfrəsidir də, açılır da, dəvət olunur. Sən nə qədər oradan ala bilərsən, dada bilərsən, o qalıb sənin öz çıxarıva, o yetənəyə edər vaqa, həmən istedada qalıbdır ki, oradan neyniyəsən, bəhr aparasan. Hətta Mevləvinin təmsillərində də var, siz baxsınız, görürsünüz ki, Mevləvi nə mənədir? Bir dənə sifətləri ki, Peyğəmbərə işlədir, süfrə başçısıdır. Xanbaşi, yaxçı, natiq kamil ki, xanbaşi بود. بر سر خانش زهر آشی بود. Deyir ki, Peyğəmbər süfrə başçısıdır, yəni necə süfrə açılır, o baş tərəfdə bir nəfər oturur, bəqiyə onun dövrlərində gəlib otururlar.
O süfrənin içində hər cürə qəza var. Tuş da var, şirin də var, aş da var, nemidirəm, düyü də var, abquşlu da var, hər cürə var, hər zaiqədə var orada. Yəni qərar deyil ki, sən yetişəsən ora, o qəza ki, sən babı təbinlə düz demirsən, o qəzadan götürüb yeyəsən. Natiq kamil çoxan başi بود. بر سر خانش زهر آشی بود. Hər cürə orada yemək var da, indi sən öz yeməyi oradan götürməlisən. Yaxşı, o ki, insanın öz zehninə və öz əqlinə uyğun gələn mənaları nədir, götürməlidir. Ondan elə bir dənə, iki dənə adam götürə bilsə kifayət edir də. Yəni, qərar da o hamısı bir dənə adam neynəsin, götürsün. Xob, Nəsimidən başlayaq da. Hər kim ki müştaq olmadı, şol dilbərin didarına, yetişmədi Musa kimi anəst و narinə. Baxırsınız, məsələn, Nəsimi burada iştiyaqdan söhbət eləyir. Yəni, elə bir belə nəzərə gəlir ki, insanlar sevməkdən qabaq, öz içərisində bir dənə şoğu, bir iştiyaqı cəhək yaraldalar da. Baxı, bu bir şey deyir ki, tamamilə üstdən sənə verilir. Yaxşı, bir adcana sənə öz çalışmalar da ehtiyacdır da. Məsələn, Məsnəvin bir yerində var ki, Ləngiluq و çəftə şəkl و بیادب سوی او میغیژ او را میطلب اندکی جنبش بکن همچو جنین تا ببخشندت دو چشم نوربین دوست دارد یارین آشفتگی کوشش بیهوده به از خفتگی. Deyir, bir dənə cənin ananın qarnında dərbəşməyəndə batıb eləməsə ona göz vermirlər. Mevlana'nın sözüdür. Çox gözəl söz. Deyir, müntəzirlər ki, görələr, bunda bu corbözə var, bunda bu yetənək var ki, bu bizlərə tərpəşə biz buna göz verək. Axı, siz tərpənin, biz də gözü verək, Mevlana'nın sözü. Ona görə Nəsimi də burada deyir ki, gərək bir o eştiyaqı neyniyəsiz siz özünüzdə, bunu neyniyəsiz yaraldasız. Yaratdınız, bəli, Musa kimi görəsiz sizə dağın ətəyindən ağnəstu, narını sizə görsədirlər. Ağnəstunar Qur'anın ayəsidir da, Nəsimi gətirir Taha surəsində. De ezrə'a narən, o zaman ki Musa orada o gördü, o dağda. Fəqalə li-əhlihi, ailəsinə dedi ki, umkusu, dayanın məksəyində. Mən burada enni anəstu narən, mən bir od görürəm. Ləəlli atikum minha bi qəbəsin, bəlkə mən getdim oradan bir od parçası sizə gətdim, bir işıq gətdim. Əv əcədu ələn-nari xudən, ya o işığla bir çıxış yolu tapdıq, bir hidayət yolu nədir, tapdıq. Xob, axı Musada o iştiyaq var idi da. İştiyaq var idi ki, çəkir neynir, aparır ora. Çox cəlibdir. Məsnəvin bir yerində var ki, illət o ki Musaya peyğəmbərlik verilir. Bu bir dənə çobanıdır. در واقع görür ki, davarın içində bir dənə quzu vardı, qaçdı bu. Qaçdı, o sürüdən ayrıldı, getdi bir dərələrin içinə. Musa düşdü bunun dağlısıca, o dərə, bu dərə, ta axırda neynədi, onu tapdı, aldı qucağına. Qəşəng onu bir oxşadı, nəvaziş verdi, dedi ki, girəm bər mənət rəhmi nəbud, bər nəfsət istizə çərə nümud, gəl düz desəm. Tutaq ki, mənə sən rəhm eləmədin və öz cana niyə rəhm eləmədin? Demirsən bu dərədə canavardan, qurtdan gəlibsə, dağdan, filan elərlər, alırlar. Üzrdə nəvaziş eli götür, gətir, qatır sürüyə. Götürən kimi deyirlər ki, bəli, bu adamda ki, bir belə iştiyaqı, məhəbbət vərzi vardı, məhəbbəti paylamağı vardı, hətta heyvanlara. Bu insan liyaqət və qabiliyyət peyğəmbərliyi də var, ona verir. Yəni, batmaz. O ətiyyə ki veriləcəkdir, pis yerə getməyəcək, o der və o yaxçı yerə gedəcəkdir. Xob, hər kim ki müştaq olmadı, şol dilbərin didarına, yetişmədi Musa kimi anəst و narinə, yarın liqasın istəyin, canını vergil vəslinə. Kim şol niqarə, kim yəni ki,
O m həmişə vəznlərə görə. Şol yəni o. Yəni o zəmir işarədir. Ol nigarə, şol nigarə, çox deyil, sən qalma dünya varına. Nəsimi əcib ariflərdəndir da, bilirsiniz. Bu bizim o türk müsəlmanların milli ariflərinin başçılarından sayılır. Yəni canı ilə eşqini bir tərəziyə qoyur sevgiyə. Həmişə hazır olur ki, bu sevgi yolunda, bu irfan yolunda canını neynəsin, bağışlasın, baxırsınız da, canını ver cilvəsinə və elə öcürdə olur Nəsimi. Qalu bəladə yar ilə qolu üçün qıldın ey könül, qolunda sadiqdir ki, mən inanmışam iqrarına. O aləmi zərdə, ya o aləmi ələsdidə ki, adamlar yaranır, Allah bir dənə qol alır da. Nə mənə deyir? Hə, deyir, ələstu bə rəbbikum. Mən sizi yaratdım, sizin Rəbbiz mən deyiləm. Deyir, hamısı dedilər ki, niyə? Sən elə özüsən. Sən özüsən. Burada nə mənədir? O iqrarı bundan neynir alır. Calibi budur ki, biz bir dəfə söhbətlərimizdə də var idi. Şəms-i divanında Mevlana deyir ki, birinci insanlar ki, orada qalu bəlanı dedilər, Təbrizlilərdən idilər. Təbrizlilər durdular. Mən çıxartmışam o şey. در آن روزی که در عالم الست آمد ندا از حق، o zaman ki aləm ələstdə bu haqq gəldi, bedə Təbriz az əvvəl bəli guyan ələstəşra. Yadıva sal girən ki, birinci insanlar ki, o qalu bəlanı dedilər, Təbrizdən idilər. Onlar dedilər. Xob. Bu Hazreti İsa ki, olsun gördüyüm, təfsirlərdə görürsünüz, buyururlar ki, qeyb uşaqlarla xanəvadəsinə qalmışdır. Mən ki, şayət ondan bir ot gətirəm. İşarət edirlər bəzilər qızışasız. Bax, hava soğuqdur. Siz buyuran çox yaxşı istərdi ondan. Ki, şayət işıq yolundan tapdınız. İkisini də deyir də, hə. Əvvəldə deyir ki, ləlli atikum minha bi qəbəsin. Qəbəs yəni ot parçası. Bəlkə mən getdim bir ot parçası gəldim sizə. Yaxşı, bir odu. Ondan deyirlər. Ya əv əcidu ələn-nari hudən. Ya o odunun bəlkə bir çıxış yolu, bir hidayət yolu tapdıq. İkisi də var. Hər ikisi. Yəni, Quran ikisinə də işarət edir. Ya Rəb nə şəmin nuridir, gülgün yanağın ey qəmər. Kim nə fələk pərvanədir, şol surətin ənvarınə. Ol dilbərin yolunda tərk etdi Nəsimi canını. O dilbərin yolunda Nəsimi canını tərk etdi. Bil, çox deyil can-ı cahan, gər tərk edərsə yarına. Xob, tək insanlar tapırlar ki, bu cür olsun, Nəsimi kimin olsun, hazır olsunlar ki, nə mənədir, canlarını bu cür tərəziyə qoysunlar və əldən versinlər. Üstad, o ki buyursunuz Mevlana bir təfizlər əvvəl deyiblər. Be xatirə eşqi ki Şəmsə varıymış, o da bir. O Şəms, yəni birinci adam deyibdi. O zamanki milliyyət və qovmiyyət yoxdur ki, deyək, məsələn, təfizlər əvvəl bəlilər. Dəqiqən. Bəli, o zaman ki deyir Təbriz dedi, ümumiyyətdə nəzər budur ki, Şəms dedi. Çünki Şəms Təbrizli idi. Şəms der vaqa bütün Təbrizliləri təmsilçisi sayılırdı. Yəni, bütün Təbrizlilərin başçısı sayılırdı. Elə o əlini qaldırdı güya, kifayət elədi elə bir. Bütün Təbriz demək olar ona qalu bələ dedi. Çünki ayrı qəzəllərdə də var, eyni bu cür. Mən yazmamışam, vəli o məzmun vardı ki, Şəms öcürdü. Kardeşim, bazen bir mənaya fitrət mənə eləyirlər. O nədir ki, Ələstü Rəbbikum ki, deyibdir, bəşərin fitrətində xudapərəsti vardır. Çünki bizə yəni, mənimizdə cari sualdır ki, əgər bunu valiyyət tutaq, yəni bizlər hamımız dəfə xərb olmuşuq, sonra tazdan dünyaya gəlirik. Fitrətin barəsində xatirinizdə olsa bir dəfə burada danışdıq da, dedik ki, fitrət, bəli, fitrət nə fəlsəfədə, nə də dində möhkəm bir yeri yoxdur.
yazıblar ha, bir para insan mesela fitreten bücürdü, amma o nə dində, nə fəlsəfədə yaxşı bir güclü bir dənə yeri yoxdur. Bu der həqiqət bir dənə halət nədir? Bir dənə halət təmsilisi vardı da ki, در واقع bir halət ustureysi vardı. Bir zaman bir törəniş vardı, aləmə bir yaradıcılıq vardı. Orada nədir? Allah bunlardan bir qoli aldı ki, mən sizin Allah'ıyızam. Bu məniyə deyil ki, bu adamların hamısı ilə müvəhhid baraj eləcəklər, bu adamlar hamısı ilə ona inanacaqlar. Yox, alıb bir tədadda var ki, qolun altına vurublar. Bir tədadda var ki, yadlarında dəyər o ittifaq düşübdür. Necə şimdi siz bizim camiədə çoxlu ateistlər vardılar ki, görürsünüz ki, mənim yoldaşlarım vardılar, ateistdilər. Mənim söhbətlərimə qulaq asmazlar. Bəli, mən gedərəm, bir dənə otururam bunlarla danışaram. Deyəm, niyə qulaq asmırsan? Deyil, əvvəl sən cümləni ki, başlayırsan, Bismillahirrahmanirrahim, bizim onunla müşkülümüz var. Əgər onu deməsən, biz sənin o birisi söhbətlərə qulaq asarıq. Çünki biz onu hələ qəbul edəmirik ki, orada bir şey vardı. Sən oradan başlayırsan. Xob, onlar ələstü bərəbbikum, xob, yadlarında dər vaqa. Vəli onu yönəldənmək ki, fitrətə, hətmən bir fitrəti vardı. Nəzdə Mustafa, bu baxışımdakən ədyan-ı İbrahimiyyə mərmut olur. Yəni bir dənə xas surafiyayı məntiqədə və 3 dənə dinə. Onun iki baxış vardı ədyan-ı İbrahimiyyə, o birisi dinlərdə o baxışlar yoxdur. Yəni bu ki, məsələn, deyərlər Allah deyərlər, fitrətən sizin vücudunuzda var idi və yoxundu. Və onlar deyərlər, fitrətən bu bizə gəlib yox. Yəni bunlar bir şeylərdir ki, müxtəlif ədyan, müxtəlif mənatiqdəki var idi, müxtəlif baxışlarla baxıblar. Bunu eləmək olmaz buna görə. Dəqiqən. Əzizlər, mən bir dənə kitabım var idi, amadə eləmişdik. O ikinci mövzu ki istəyirəm girəm odur. O fəlsəfə-i milli Türkan müsəlmanıdır da. Türk müsəlmanların milli fəlsəfəsi 216 səhifədədir. تأملی در مبانی هویت، ملیت، اندیشه‌های فارابی، نقد فلسفه غرب. Bu kitabı biz PDF-ini qoyduq kanalımıza. Telegramda mən görə bilsəz. Çünki biz çox çalışdıq ki, Vizarət İrşad o kitaba mücəvviz versin, amma vermədilər. Bir yol, təbiidir ki, mücəvviz onlar verməsinlər. Çünki hər hal Türk dünyası yeni bir baxışıq görür. Yeni bir fəlsəfə var burada. Filsuflar indi bu zamanədə peyğəmbərlərin gahdan rolunu oynayırlar. Yəni ola bilər ki, sən məsələn diş döktürü camiədə az gətirəsən. Görürsən, Hindistandan diş döktürü gətirəsən. Biz uşaqdıq görərdik. Bizim məntəqələrimizdə ər-arvad bunlar hindi döktürüdülər. Gecə səhərə kimi oturardılar, nüsxələr yazardılar. Səhər sübh girəndə bu namətəbbini ilə uzaqdan nüsxələri təhvil verərdilər, ceyb alıb gətirərdi. Yəni, bir ittifaq düşməz camiədə ki, sən mekanikdir, oradan gətirçinin, mühəndisi elektronikdir, oradan gətirçinin, omrandır, oradan gətirçinin. Yəni, boşluğa getdi, sən eləyə bilərsən, ayrı ölkələrdən təmin eləyəsən. Amma o ki, sən eləyə bilənməzsən, oradan gətirəsən və gətirsən, bir dənə böyüklərin faciə ittifaq düşür, nədir? Filsufdur. Yəni, der vaqa ulum-i qeyri-dəqiqədirlər. Yaxçı, ulum-i dəqiqədə bizim müşkülümüz yoxdur, məsələn, riyazidə. Xob, riyazidanımız azdır ki, ayrı yerdən gətirəm, nə ittifaq düşəcəkdir? Ya bir dənə, məsələn, diş döktürüylə bir dənə maşın mekanikinin nə fərqi vardı? İkisi də bir dənə məharətdirlər. Vəli o ki, sahəti çox-çox yuxarıdır, der vaqa, orada bir dənə filsuf vardı ki, dünya görəvini tərifləyir. Düşüncələrə baxır, düşüncələrlə bunun işi vardı. Xob, o gərək insan, o millətincə öz içindən qalxar. Yəni, varidatı bir şey də əl uzaldan. Gedək deyək, özcə millətlər buna verin. Çalışıblar onlar versinlər. Çalışıblar biz onlara qalib eləsinlər. Amma bu gərək öz içimizdən nədir? Çıxsın eşi. Bu əsasda mən bunun müqəddəməsindən istədim sizə bir iki paragraf oxuyam. Görəsiz ki, mən bu müqəddəmədə, həmən bu kitabın müqəddəməsində biz der vaqa nə gətirmişik və
ne olup ki onlar bəlkə bunlara baxıblar, neyiblər, mücəvviz bizə verməyiblər. Burada belə gəlir ki, Celal آل احمد در کتاب در خدمت و خیانت روشنفکران می گفت تمام کوشش حکومت نه بر محدود کردن زبان ترکی که بر محو آن است. دوران پهلوی دیر آذربایجان مستعمره حکومت تهران گردیده است. اصولاً آذربایجان به دلیل فقدان فلسفه سیاهی لشکر شوبیه شده است. به جای نخبگان حقیقی برخاسته از ملت بدلهایشان در دانشگاه ها تدریس می کنند و مروج اندیشه های فارسی، مجوسی، هندی می شوند. انصافاً ما را با حافظ چه کار؟ نه از منظر دینی نسبتی داریم، نه از منظر زبانی. رسالت حافظ ترویج ولنگاری، اباحیگری اخلاقی، چندگانگی شخصیت و مسیحیت در عالم اسلام بود. الحق و الانصاف کارنامه کامیابش همچنان ریشه در آب است. روشنفکران ما جز تاریک اندیشانی خودباخته نبودند. تقی‌زاده در آلمان با راه اندازی مجله کاوه بنمایه‌های ناسیونالیستی با طعم فارسی از نوع باستانگرایی و غرب زدگی را نشر می‌داد. حسین کاظمزاده ایران شهری در مجله کاوه و مجله ایران شهر می‌کوشید دو عنصر نژاد آریایی و خاک ایران شهری را عناصر اصلی سازنده ملت معرفی کند، حالیا که عنصر نژاد در علم جدید یک پدیده منسوخه بود. ایشان با تأسیس از تعالیم فاشیست‌هایی همچون هردر از روح ایرانی حرف می‌زدند، حالیا که جغرافیای موسوم به ایران بقایایی بود از امپراتوران ترک. مگر ادیب الممالک نمی گفت میان ترک ها آنچه نایاب است انسانیت و حقیقت است؟ مگر عارف قزوینی نمی گفت ز ترک غیر خر کس ندید؟ مگر عبدالله مستوفی استاندار رضاخان در تبریز نمی گفت هر کس به زبان ترکی حرف بزند به دهانش لجام باید زد و سرشماری آذربایجان را باید خرشماری نامید؟ مگر مراسم کتاب سوزان را می توان فراموش کرد؟ مگر ندیدیم با رضا براهنین که هزاران صفحه رمان و نقد ادبی به فارسی نوشته بود ولی یک کلمه گفت من ترکم چه کردند؟ مگر محمد علی فروغی نمی گفت نابودی زبان ترکی لازمه ایرانی بودن است، باید سیاست کلی نابودی زبان ترکی از ترک ها پنهان بماند؟ ارسنجانی می گفت برای از بین بردن زبان ترکی که زبان مغولان است باید جانفشانی کرد. با پرونده سازی باید جلو فعالیت فرهنگی، انتشار مجله و روزنامه را به زبان ترکی گرفت. مگر محمود افشار نمی گفت bundan çoxlar türkdülər, oxuram sizə. Həmin o mütəbəddilədilər, yəni o düşüncə bundan kull zehinlərini alıb, qılıncı vurub bunların در واقع əllərinə ki, götürün bu qılıncla nə mənədir öz kökünüzü dağıtmaq. Həmin o Çəngiz Ayetmatovun kitabı vardı, ha siz oxuduq Manqurdis. O Juan ixtiyarına götürürlər ha bu uşağı. Demişəm də sizə var söhbətdən birində. بیول من با آموزش زبان ترکی مخالفم. باید فارس‌ها را در آذربایجان سکونت داد. باید تمام اسامی مناطق و جغرافیایی را در آذربایجان تغییر داد. ناسیونالیسم رمانتیک مبتنی بر خون و نژاد را آلمانی‌ها تئوریزه کردند، ولی شعوبیه مدرن باستانگرا در ایران اجرا کرد. عباس اقبال آشتیانی در مجله یادگار می گفت زبان ترکی خرمهره و خزف است.
حذف یعنی ساخته. تخریب این زبان را با آذری شروع کنید. Ne tezlenen ad qoğumunlara siz Türk değersiz. Siz Azerisiz. Buradan başlayın. فاروق صفیزاده می گفت ترک‌ها اقوامی خونخوار و بی‌تمدن هستند. تقی ارانی که خود تبریزی بود می گفت برای از بین بردن زبان ترکی باید همت کرد. قاتلان معرفتی هویت ترکی این دیار که می توانستند در عرصه‌های مختلف رهایی بخش باشند، چون محمد تقی بهار، عنایت الله رضا، جمال الدین فقیه، کاوه بیات، ذبیح بهروز، کاظمزاده ایران شهری، جواد شیخ الاسلامی، محیط طباطبایی، باستانی پاریزی، ذبیح الله صفا و از معاصران حمید احمدی، حداد عادل و غیره تیشه بر ریشه زدند، پیشه تبدل پیش گرفتند و اینان به بهانه وحدت ملی موهوم با سبوییت تمام حقوق اولیه و بدیهی و طبیعی ترکان را مورد هجوم بی‌امان قرار دادند، همان گونه که پیشتر روشنفکران ماسونی با خلق اصلاحات و اصطلاحاتی چون قانون، مشروطه، تجدد، قاجار را برانداختند. مشابه این کار را در عثمانی هم کردند، در حالی که قاجار با مدرنیته نه تنها مشکلی نداشت که مشوق و مروج آن بود. فتنه مشروطه یک پدیده لاتوحیدی ایران شهری ماسونی صلیبی مسیحی هدایت شده از جهان غرب در جهت برانداختن حاکمیت ملی ترکان مسلمان در عثمانی و قاجار توامان بود. اندیشه ترکی اسلامی کهنه‌خر نیست. از آن کهنه فروش ها ما را طرفی نیست. به تعبیر مولانا گرنه ای تو نخلوار ایثار کن، کهنه بر کهنه نه و انبار کن. کهنه و گندیده و فرسوده را تحفه میبر بهر هر نادیده را. آن که نودی خریدار تو نیست، صید حق است و گرفتار تو نیست. قسمتی چه و مقدمدن من size okudum. Nazarsan bu kısmette ağır düşünün öz nazarınız. بله. Şimdi Celal Ahmet o adamlar ki mesela خیلی öz nazar. جلال العلمت bir cümleydi dedim ben. siz bir meşrutasınız. Yox, mən məşrutəni iki yerə bölürəm də. Bir məşrutə türkü, bir məşrutə farsı. Cümə günü münazirəmiz var. Gəlsən həmin bağa. El orada çağırıblar münazirəyə. Ki mən bir mətləb yazmışam. Ki iki cürə məşrutəmiz var. Məşrutə bir türkü məşrutə var, bir farsı məşrutə. Məşrutə əleyhi məşrutə varımız. Bir cürə yoxdur. Onu orada açıqlayacağım da inşallah. Siz orada onu işarə edirsiniz. Orada külliyatın bu. O sonra gəlir də, bu məqalə ki var əlimdədir, bu elə həmin məşrutə əleyhi məşrutədir, dağılısıca. Biz sizin bunu bir telegramımızda yok. Veya WhatsApp'ta ve o da düzey ihtimal, uzun kilasını təşkil Bilməm, adlarınızı, telefonlarınızı verin, ay Siyabani zəhmətin çəhsin, gəlsin telegrama da. Bir de Mustafa'dan hiç verirsiniz açısından. Əsən mən kolli kitabı qoymuşam ora. Telegramda Bəli, kitabı kamil. 216 səhifə kamil qoymuşam ora, siz orada oxuya bilərsiniz. Bəli, PDF-idir, götürə bilərsiniz kitabı. Axı müqəddəməzdə çox bətər oldu yazmışsınız. Vay düşmanlar. Çap olmaz. Çap olmaz. Hatta ağacı kəsməyə təbər lazımdır da. Haslara bətər vaxt verirsiniz. Otur ki, almasınız. ولی نهایت de muvaffaq olmadı bence. Ben öz misal çevremizde şeyleştik bir şey daha yazmacı elçi demişler her gün Türkçe danışlar ve dahil koymuşlar mesela ona pul salar. Bəli. Yani iktidai bu tarafta mesela biz yazma bizim müəllimlərimiz hiç Türkçe danışmak başarmazlar.
Yəni hətta dəftərdə də məsələn bunlar fars danışarlar beçaralar. Ya bizimlə də elə, ya məsələn bizlər ümumdəyinə hamımız təşviq edirik ki, müntəha biz məsələn onda bilməzdik cərəyan nə mənədir. Yərdək məsələn biz çəkliyi o istillə məsələn bizi sağlar öncədələr, ədəb öncədələr, dərs öncədələr, anlaq öncədələr, bilməzdik. Elə hamı məsələn fars danışmağa özünə dənə bir yaxçı şey. Yoxda elə hədəf o idi ki, o... Bəli, olmadı da. Bəli, bilirsiniz nədir? Çün demək olar ki, Axı Mevlana deyir ki, این جهان جنگ است کل چون بنگری ذره با ذره نماند دالسه ذره با ذره mümin با kafiri iştibah olmaz. 6-cı dəftərdə deyir. O Mevlana'nın olub axırın ləhzələndədir ki, yaşayışının axırın təcrübələrdir. Deyir bu aləm tamamilə savaşdır. Ço din ba kafiri. Yaxşı. Bütün bu aləm savaşdır. Yəni bir də insanlar gəlib sadəli olarlar deyirlər ki, yox, bir-birimizə elə məhəbbət eləyəcək, barışacaq, sülhüdək filan. O söhbət yoxdur. Yəni o dalda da bir dənə ağır savaşı. Yaxşı, o savaş nəyin üstündədir? Əvvəlcədən baxada görə nəyin üstündə savaş var? Mevlana'dan soruşanda görsən Mevlana ço din ba kafiri axırda deyir. Din ilə kafir məsələ. Vəli biraz onu istəyək müasirləşdirək. Savaş İslamla Məsihiyyət arasında gedir. Yəni bütün qərb dünyası Məsihiyyəti özünə milliləşdirib, yeni fəlsəfəni də yükləyib ona, bir dənə gücə sahib olub. O tərəfdən yeni elmi də alıb əlinə, teknolojini, tekniki də alıb əlinə. Dünyanı başlayıb sağmağa, istemara çəkib, nə mənə var sorur gətirir. Yaxçı, çakeri xahənd əz əhl-i cihan Mevlana dedi. İndi bu birisi millətlərdən nökərçilik istəyirlər. Yəni, sömürgəçilik istəyirlər bu birisi millətlərdən. Bu birisi millətlərdə ümumiyyətdə kimdirlər? Müsəlmanlardırlar da, yəni İslamdırlar. Bu bizdən hələ işimiz yox, bu bizdə xalqlərlə. Ona görə onlar böyüklərin düşmən işi qabaqlarında həmişə görüblər, nədir İslamı görüblər. Xob, bu İslamı aradan götürməyə, İslamı bir dənə nəqqalə apardı qabağa, yəni yönəldirdi, rüşd verirdi. Axı, bu İslami ki, məsələn, Osmanlı da vardı, Səlcuqi da vardı, bu fasların İslamı ilə çox-çox fərqli idi, Hind İslamından çox-çox fərqli idi. Niyə ki, o İslam mütəsamihidir, mütəsahilidir, özcə dinlərə, özcə dillərə yol verirdilər. Hətta bunlar o qədər qorxurdular, deyirlər, bir para məhz, bunu Humanatıq kitabında gətirir. Deyir ki, o qədər bunlar qorxurdular ki, bunlar bir belə Məsihiyyətlərə hörmət qalırlar, çəkirlər, gətirirlər, buna vəzir eləyirlər, vəkil eləyirlər, filan eləyirlər. Qorxurdular, ama Məsihiyyət aləmi ilə hamısı ağrıya gedərlər, müsəlman olarlar. Yəni, bir cür apadılar qabağda, İslam apadılar. Kim? Bir nəqqalə vardı. O nəqqalə nə idi? Türkü dili idi. Yəni, elə məsələn, bir dənə yükü, 10 ton yükü vurubsan nəqqalənin üstünə, ki, o İslamın məfkurəsi, bu nəqqalə də türkü dildə onu aparır qabağa. Yaxçı, o mədəndən çıxaldıb, hey, həfvarı ilə yapar qabağa. Ona görə bunlar 2 dənə həmləni başlamalıdır. Bir bu idi ki, İslama görə həmlə eləyərdilər. Bir də bu idi o dilə görə həmlə eləyərdilər. Yəni, hərəsinə bir dənə caygozin gəh qoyardılar, meydana gətirərdilər. İslama gələndə 2 dənə din tərifləyirlər. Bir dənə deyirlər ki, bizim bir Zərtoşdu var, Əvəsdə var da, siz qabaqca geyin, baxın, Kirdariniş, Pindariniş, Quftariniş, gəlir onu qoyurlar meydana. Təsvir ki, bu adamın tarixi, vücudu yoxdur. Əvəstan özünü kompaniya Hindi şərqi çıxaldır eşiyə. Əgər Zərtoşt olmuş olsaydı, dədə-babalarımız 1000 ilin içində bir nəfərin adını Zərtoşt qoyaydılar. Zərtoşt Sədi Nasarında gələrdi, Hafizdə gələrdi, Sənayidə gələrdi, Əttarda gələrdi, Mevlana gətirərdi, yaxçı. Pəs bu bir dənə təzə çıxatma bir şey. Sonra gəlirlər müasir zamanədə, görürlər o yavaş-yavaş cavab vermir, o bastan-gərayı, o dindəki qoyurlar, babı çıxaldırlar, qoyurlar. Muhammed Əliyev Bab, Dövran-ı Nasirəddin Şahda bir dənə yeni din çıxaldırlar ki, bu dünya ilə eləyəblər, barışasınız, geri qalıbsınız. Yəni, bunlar deyirlər, siz müstəbidsiniz, yaxçı. Siz təcəddüd eləyəməzsiniz onunla barışasınız. Nə mənə sizi geriyə qoyub, İslam qoyubdur. Pəs İslama bədəl nə ola bilər? Bab, Muhammed Əliyev Bab. Bunu ilə gətirirlər, qoyurlar meydana. Xob, indi dildə var axı, dili də çırpala bunlar.
Burada da gəlirlər neynirlər? Farsı gətirirlər meydana. Yəni fars dili gəlir ki, o türk dili ilə orada müqabilə eləsin. O dinlərdə çıxartmaq gəlir onunla. Bu nə zaman ola bilərdi? O zaman olaydı ki, Qacar hakimiyyətincə yıxılaraq bu iş olar. Gəlirlər neynirlər? Yıxırlar. Bir dənə Rıza Palanı təvlədən çıxaldırlar, gətirirlər, otudurlar orada. Və nədir? İşi o cür aparırlar qabağa ki, dövrərinə alimlər yığırlar, deyib başlayın bir yol, hamı gəl farsı danışar, kitabları yandırın filanlar. Gərək baxasınız da, gərək baxasınız, o bir par... Bəli, Peyğəmbər eləyir, İslamdan bir dənə yeni qəraət verir, çoxları gedirlər ona, ağnıyırlar. Məsələn, Nasirəddin Şahı öldürən adam ki, o Mirzai Kirmanidir, bir dənə ittihamlar buyurdu ki, sən babın adamısan, yəni bab bu cür eləyir. Bəli, Şiraz. Onun ki, Avstraya görə ya Zərtuşta görə deyilsiniz, İradı yox, o tərif eləsin, bu gecə çox. Onu ki, buyurursuz, onları kompaniyanın şərqi çıxartın. Təfəkkürat Zərtuş idami təfəkkürat vidayedir. Təfəkkürat vidaye təfəkkürat dini dindir, ya sindir. Bunun idaməsidir gəlir Zərtuştun təfəkkürü olur. Zərtuştun təfəkkürü bər əsası qanatı İran olur. Yəni təfəkkür Zərtuştu iki yerə böləcək. Bir Zərtuşt əvvəliyyə, bir o Zərtuşt ki, dövrəyi Sasanədə var. Zərtuşt əvvəliyyə camiyi bir təbəqədədir, camiyi ki, dövləti yoxdur. Baxış ki, orada icralı qasalarda, onlarda camiyi bir dövlətdən danışır. Ki, onun təfəkkürü gəlir Sasani dövrəsində məzdəkilərin baxışında görsənir. Sonra ki, gəlir təfəkkür yetişir Sasanilərin əlinə ayrı bir yola düşür. Bu ki, bu sadəlikdə biz bir dənə təfəkkürük ki, Hindistanda minlər il, yəni onlar mühacirət iş eləyirlər, Aryaylar iki, ya İranlılar iki İrana gəlirlər, ondan qabaq idi. Yəni bu təfəkkürləri biz bu sadəliklə ki, indi şərqi bu rahatlıqda eləyə bilər bir dənə din düzəldər və bu din də nəticəsi ola əvista, bu bir sıqqıla çox ağır məsələdir. Çünki bunu gələk gözək baxaq əvvəl dini vidayə, onun intidadını dini Zərtuşda bürək. Bəli. Dini Zərtuşda da bürək. Yaxşı, danışaq da başlayaq. Çünki məvaridi ki, siz buyurursunuz, bu məvaridin özü çox bəhs açır. Açsın, klasın axırında danışaq da. Xoş, çox getdikcə vaxtımız azalır. İcazə versəz, gələk Məsnəviyə daha bir iki qisməti həsb elədik. Gələk Məsnəviyə. 504-cü beytidəyik. Kist mahi, چیست دریا در مثل تا بدان ماند ملک عز و جل. Bu beyti dərik, yadınıza gəlib də. Balıq nədir, dərya nədir, məsəldə biz onu işlədirik. Allah'a gəlsən, oxşadırsan balığa, dəryaya. Bu nədir? Ey burun az vəhm و قیل و قال من خاک بر فرق من و təmsil mən. Xatiriniz olsa bunu oxuduq da. Tapdınız da 504. Hamı tapdı da beyt. Çox, ən çox heyvan ki Mevlana onu sevir, dedik ki balıqdır. Niyə? Buna görə ki belə Mevlananın zehninə salır ki elə olmuyor bəlkə biz adamlar məxluqat hamısı ilə balığa oxşuyur. Və dərya nədir? Və dəniz nədir? Dəniz də elə Allahın özü ola. Belə bir təmsil Məsnəvidə vardı ki, dəniz Allahdır və bizlər də balıqlarıq o dənizin içində. O dənizdən içirik, o dənizdən yeyirik, o dənizdə üzürük. Yaxşı, bunlar hamısı var. Pəs belə bir təmsil irfan baxışıqda istəyir ki, Mevlana məxluqla xaliqin arasında yaralda belə bir təmsilə neynir? Əl vurur. Yaxşı. Xub, bu balıq heç vaxt sudan doymaz. Həmişə neynir?
elə suyu istəyir. Çox da çətin ola bilər ki, bu balıq sudan çıxsın eşiyə. Çıxsa eşiyə öləcəkdir orada, nəfəs gətirməyəcəkdir. Çox gözəl təmsildir ha, yəni qəşəng baxsaz o nisbəti ki, Mövlana adamlarla Allah arasında yaraldır. Çox gözəl təmsildir, baxsaz buna. Bir yol, Cəhənə mənə deyir, Məsnevi Nariyəndə var, deyir ki, Mahiyyanیم و تو دریای həyat. Açıq deyil. Biz balığıq, sən yaşayışın dənizisən. Zindeyim az lütfəti niku sifat. Biz sənə görə yaşayırıq da. Balıq suya görə yaşaya bilər. Sudan yaşaya bilər. Suda yaşaya bilər. Bəs biz belə öcür. Biz səndən yeyirik, səndən içirik, sənnənik. Və bu bir dənə ali bir dənə təmsildir ki, Mövlana Məsnevidə cəhətdir. Bir yol, nağıllarda var ki, deyirlər ki, Əbu Hüreyrə Peyğəmbərin görüşünə çox gedərdi. Bir yol, Peyğəmbər deyir ki, Ya Əbu Hüreyrə, zor xibbən təzdət xubbən. Bir gün həm bir gün yox gəcinən bizim görüşümüzdə. Eşq çoxalsın. Xibbən bir gün həm bir gün yoxdur ərəbdə. Zor yəni ziyarət kon. Təzdət yəni artsın, hubbən də yəni eşqlə sevgi. Bir gün həm bir gün yox gəl bizim görüşümüzə. Eşq artsın, sevgi artsın. Yol, axı sən hey gəlirsən bizi görməyə, o sevmək nədir? Azalır aramızda. Mövlana gəlir onu neyniyir? Qəşəng lətif nəqd eləyir. Deyir, نیست zor xibbən یان عاشقان سخت مستسقی است جان صادقان. Axı düzgün aşıqların arasında əslən zor xibbən olmaz. Hətmən Əbu Hüreyrədə bir şey vardı ki, Peyğəmbər ona o sözü deyir. Əgər bu doğru düzgün sevsəydi, Peyğəmbər heç vaxt onu söz deməzdi. Və öcür də olur da, görsüz soralıqda Əbu Hüreyrə böyük bir dənə caili elmi hədis olur, neynir hədisləri, neynir İslam tarixində cəhl eləyir. نیست zor xibbən vəzifə-i aşiqan سخت مستسقی است جان صادقان. نیست zor xibbən vəzifə-i mahiyan زان که بی دریا ندارند انس جان. Bir dənə də balıqlara gətirir zor xibbən. Axı balıqla dənizin arasında zor xibbən olmaz ki. Bunlar gəlirlər bir gün həm bir gün yox girələr suyun içinə. Yox. Bunlar elə həmişə suyun içində qalmalıdırlar. Eşq müstəsqis, müstəsqi tələb در پی هم این و آن چون روز و شب. Bir dənə sifətləri ki, Mövlana sayır budur ki, eşq nə mənadır? İstisqadır da. O qədim xoşluqlarda var ki, adamlar çox su içələr, su içsələr də doymurlar və o su da gəlir bunları öldürür. گفت مستسقیم آبم کشد گرچه میدانم که هم آبم کشد. خب پس کیست ماهی چیست دریا در مثل تا بدان ماند ملک عز وجل. بالغ نده، دنیز نده، آتش چه، آهن چه، لب ببند، ریش تشبیه مشبه را مخند. Bunları nədir ki, sən bu təşbihlərə əl vurursan? Yəni, bu təşbihdən yavaş-yavaş Mövlana tənəzzül eləyir tənzihə. Yəni, o istəyir o sifətlərin eyləsin, Allahdan götsün, arı eləsin ondan. Tanrını dəryaya oxşatmaqda biz yox idi əldə bir ayrı çarəmiz. Ustad Abbasi də belə buyurur. 100 هزاران بحر و ماهی در وجود سجده آرد پیش آن اکرام و جود. چند باران عطا باران شده تا بدان آن بحر درافشان شده. 100.000 dəniz balıq varlıqda Tanrının bağışlamasının qabağında diz çökərlər, səzdə gətirərlər. Bax, bu nədir? Bilirsiniz də, dəryanın bir dənə sifəti ki, təşbih eləyirlər. Məsələn, deyirlər ki, əl-əmiru kəl-bəhr, bəlağət kitablarında.
əmr elə bir dəniz kimidir. Nədə? Bağışlamaqda da dərya yaxınlara inci bağışlar, murvarid verər, uzaqlara da buxarı gedər, yağış verər. Yəni həm uzağa, həm yaxına bağış əli vardı. Xoş. Deyir ki, axı sən bu bağışlamağı gəldin Allahın bağışlamağı ilə bir yerə qoyursan. Aldız da mətləbinə mənə. Ondan aslan tutmaz ki. 100,000 بحر ماهی در وجود سجده آرد پیش آن اکرام وجود چند باران عطا باران شده نه qədər bu bağışlamaq yağışı baranende şude. Bu baranla o baran fərqi var da. Cenasdına bir-birləri ilə. O baran ikinci baranende sıfat-ı faali mürəkkəb-i mürəxxəmdir. Yaxçı تابدان آن بحر در افشان شده نه qədər bu yağışlar gəlib yağıblar ki görürsən ki baş olub ki o dənizdə neyniyibdi incilərini bağışlayıbdı səxavətli olubdu hər halda xoş nə qədər rəhmət göyü tökmüş yağış ta edib dərya bizə inci bağış. İnci yəni murvarid. Dərya bizə bunu verir. Neçə yüz min var balıqlar, dəryalar səcdə qılmaqla sənə yol axtarar. Balıqlar səcdələrlə sənə neynirlər? Yol axtarırlar. Çənd xurşid kərəm افروخته تا که ابر و بحر جود آموخته nə qədər sən bu aləmdə kəramət günəşi yandırıbsan, ışılladıbsan, onun əsasında bulutlar, dənizlər bağışlamağı səndən öyrəniblər. Oldu? پرتو دانش زده بر خاک و تین تا شده دانه پذیرنده زمین. Bu çox gözəl düşüncədir ha. Həman Mevlana'nın türkü məfkurəsi ki var, şaman düşüncəsi ki var ki orada nə mənədir? Xak و tinin danışı var, mərifəti var, şuuru var. Hətta bir sıra o çağdaş filsuflar da buna işarə edirlər ki, məsələn, bunlarda elə şuur vardır. Su içməmişdən qabaq deyib, onunla danışın, su qəşəng hala gəlsin, ya gülünlə geyin, danışın, baxın, halı fərq eləyəcəkdir filan. Bu da indi Mevlana'nın da sözüdür. Pərtov danış zədə bər xak و tin. Tin yəni həman palçıqda demək olar. Ta şude danə pəzirəndə zəmin. Axı bu yerdə danış olmasaydı, şuur olmasaydı, mərifət olmasaydı, bu dənəniş qəbul eləməyəcəkdi ki, içində onu gövərtsin. Xak əmin o, hər ki در وی کاشتی geçti əxlaqiyyət. İndi onun bir dənə qabiliyyət təbiisindən danışdı toprağın. Sonra gəldi nə dedi? Dedi ki, bu sifət əmanəti də var ha, bu toprağın. Xak əmin o, hər ki در وی کاشتی بی خیانت جنس آن برداشتی. Bu torpaq əmanətdardır. Xiyanətsiz sən ona nə atırsan, onu da ondan götürürsən. این امانت زان امانت یافته است کافتاب عدل بر وی تافته است. مولانا تلویحاً buna işarə eləyir ki, Allah da əmindir, əmanətdardır. Vəli əmin sifəti Allaha gəlməyibdir Quranda. Bəziləri deyirlər ki, muhaymin kəlməsi ki var Quranda, muhaymin müaymindir. O həmzə cəbhiyə çönüb filan olubdur. Orada bir növ əmanəti çıxaldırlar işi. Halbuki o deyil. Yəni muhaymin həymənədən alır. Həman hegemənədir در واقع. Yəni qudrətli, güclüdür. Bəlkə də o əmanət İnna xələqnəl خلقنا السماوات والارض والجبال فابین ان
إنا عرضنا الأمانة على السماوات والأرض والجبال فأبين أن يحملنها فحملها الإنسان. Bəlkə də o əmanətə işarət eləyə bilər ki, bu əmanət elə o əmanətdən alınıbdır ki, sən axı əmanəti vermişdin o zaman. Bəli, da vermişdin ona, bəli. Əlbəttə, mən bu əmanəti təfsir eləmişəm, nədir, söhbətlərdə. Baxsız. Bəli, insan qəbul elədi. خب این امانت زان امانت یافته است کافتاب عدل بر وی تافته است. Ədaletin günəşi neyibdi? Ona tabiş eləyibdi. Xoş. Gələk görək beytlər nə cür tərcümə olubdu. Deyir ki, pay verib odlu günəş çün istilik bilməyir dərya kərəmdən xəstəlik. Dərya kərəmdən xəstəliyi tanımır. Mərifət nuru dəyibdir torpağa. Öyrənib yerdən əlindən tutmağa. Çox gözəl tərcümə olubdur. Hətta Mevlana'nın zadından gözəl şeirindən gözəl çıxır. Nədir? Bu deyir ki, in əmanət, yəni toprağın bu əmanətçiliyi ki vardır ki, alır, bəli, danəni alır və gövərdir. Bax, soralıqda gələcək də, məsələn, deyir ki, Allah'a işarət edir. in əmanət zan əmanət yaftə. Yox, Mevlana'nın elə bir öz danışığıdır da, bu cür danışır, bir ləhsə ki, bir dənə misal çəkib ha, deyib ki, Allah dənizdir, bizlər balığıq, dəniz bağışlayar. Bir ləhsə özünə nəhəb vurur ki, axı bu təmsil nədir sən işlətdin, orada elə bir bara qoydun ha. Bəli, özünə deyir, sən axı Allahın bəxşişi və bağışlamağı bundan çox-çox üstündür. Bəli, axı xورشید kərəmi bu yaraldı, əbr و bəhri bu yaraldıbdır. خاک و تینم دانشی و شعور bu bağışlayıbdır. Bir yol torpaq əmanətdar olubdur. Bu əmanəti öz əmanətindən buna bağışlayıbdır. Ki mən əmanəti dedim ki öz sifəti dəyir Allahın. Bəlkə işarəti var o ayeyi ki əmanəti veribdir ona. Yetirə bildim də nə cür? İn əmanət yəni torpağın bu əmanətçiliyi. Yaxşı. Zan əmanət yaftə است. O əmanəti ki o ayədə verilibdir ki yerlərə, göylərə və insana və insan qəbul elədi deyib bu əmanət elə o əmanətdir. Ona oxşar bir şeydir. Yaxşı. Bəli, olar. Bəli, ola bilər. Axı çünki Quranda Allaha sifəti əmin gəlməyib, mən istəmirəm ona yönəldəm deyəm ki, Allah dərvaqa öz əminliyindən buna əmanətçiləri veribdir. Allah əmanəti verə bilər, veribdir. Vəli özünə saymayıb ki, mən əminəm. Gəlməyib də və buna sifət-i müstəsəni insanidirlər. Məsələn, Allahın barəsində adil yoxdur Quranda. Adil bizim üçün. Allahın barəsində aqil yoxdur ki, Allah sifəti aqil gəlsin. Vəli insanlara gözü o ən önəmli sifətlərdən ki, insan cisimlə aqil olsunlar, adil olsunlar. Yaxşı, bunlar fərqlidirlər. Bunda adil deyəndən Allaha cismiyyət verirsən də. Ki, o sifəti insanı olanda, yəni Allahın cismi olur. Dərsürək ki, o şey ki, Quranda gəlir, Allahın cismi yoxdur. Axında o birisi sifətlər nə cürdür? Allah qəhhardır, qəffardır, cəbbardır. Hə? Sifətlər ki, insanda var. Yox, biz vermə, özünə deyib. Quranda gəl. Burada siz buyurursunuz ki, Allah dəryadır, insan balıqdır, Allahın hüdudunda. Pəs eləyə bilər ki, buna da gətirək deyək, sifətlər ki var və Allah özünə verib, elə bu baxışdan verib. Yəni özü dəryadır, özü haman torpaqdır, özü haman yaradan və yaranmış bir şeydir ki, özü yaradır. Nə, söhbət bilirsiniz nə cürdür? Söhbət o sifətlərdən gedir. Bax, bir para sifətlər var ki, məsələn,
Allaha gözəldirlər. Vəli biz ondan düşdəxtalısına bizə yaxçıdır. Məsələn, Allahın bir dənə sifətləri məkkardır. Yaxçı, bəli, məkkardır. Və məkəru və məkərəllah və xeyrul makirin. Xeyrul makir. Bəli, bir dənə sifətləri nə mənədir? Makir dəstən. Yəni nə mənədir? Əlbəttə məşrin fərqi vardı. O hilələri açandı filandı. Vəli özünə gətirir bu sifət. Ya bir dənə sifətindən muntəqim dəstən, intiqam alandır, cəbbar dəstən. Yaxçı, bu sifətlər. Bu sifətlər nə mənədirlər? Yəni, dər həqiqət bizim mütəkəllimlərimiz gəlirlər, deyirlər ki, Allahın sifətləri iki cürədirlər. Biri cəlaliyyədirlər, biri cəmaliyyədirlər. Ya sifətlər subutiyyədirlər, ya səlbiyyədirlər. Bir para sifətlər var ki, Allaha subutiyyədirlər. Məsələn, nə mənədirlər? Allahın məsələn, xaliq sifəti subutiyyədir. Kərim sifəti subutiyyədir. Rəhim və Rəhman subutiyyədir. Vəli bir para sifətlər var ki, qəhhardırlar, cəbbardırlar, muntəqimdirlər. Bunlar səlbiyyədirlər. Və mənayı budur ki, ey insan, bu sifətləri sən özündən səlb eləməlisən. Yəni, sən bu sifətlərin dalısıca olmamalısan. Yetişə bildim də. Bir də indi bir tərsə düşüncə ki var bizim bəzi irfani klaslarda görsən deyərlər vəhdət-i vücud. Vəhdət-i vücuddur da. Hamımız bir dənə vücuddanıq da elə livan da Allahdır, boşqat da Allahdır, miz da Allahdır. Görsən bu sözləri deyərlər. Bu bir dənə tərsə düşüncədir, əslən bu cür deyər. Yəni ondan o sahətlə, bu sahətin çox-çox fərqləri vardır. Xob. Mərcin sahında yazır ki, əmanət zan inayət yaftır. O xakotinlə maotindir. İnayət olsa mən... İradı yoxdur. Heç iradı yoxdur. İn əmanət zan inayət yafte است. Bəli, heç iradı yoxdur. Nüsxələr fərqlidir. Yəni orada inayət olsa bizim ittifaqən işimiz çox yaxşı olar. Qəşəng məna olar. Bəli. این امانت زان امانت یافته است کافتاب عدل بر وی تافته است یعنی اعتدالın günəşi o toprağa tapdanıbdır, tabiş eləyibdir. Ədl burada etidal mənasındadır. Axı etidalın günəşi olmasaydı, günəşdə etidal olmasaydı toprağı neyniyərdi? Kəvir eləyərdi, yaxınlaşardı, kül eləyərdi. Ya biraz uzaqlaşardı, ora dondaraydı da, buz olardı. Bu etidalı ki günəşdə vardı, gəlibdir o topraqda əmanətçiliyi yaraldıbdır ki, o əmanət əsasında o danəni neyini gövərdir. Məni belə oldu. Yaxçı? Xob, yer əmindir, onda yoxdur tərsəlik. Yer əmindir, onda yoxdur tərsəlik. Hər nə verdin, ondan aldın üstəlik. Nə mənə verirsən, ondan üstəlik alırsan. Olmayıbdır yer əmin öz başına. Öz başına bu yer əmin olmayıbdır. Günəşi ədlin döyübdür başına. O ədl günəşini daimən çırpıbdır bu yerin başına ki, etidaldan bəhrə aparıbdır, bu cür əmin neyniyibdir? Olubdur. İcazə versəz bura kimi kifayət eləsin. Yaxçı, mən o qəzələ də bir vaxt ayırmışam. Qəzəli də oxuyaq da məhsərizə. Yavaş-yavaş vaxtımız azalır. Əzizlər, bu qəzəl Şəms-i Divanından 746-cı qəzəldir. Bu qəzəl Şəmsin bir dənə fonksiyonlarından bizə sayır. Təbrizli Şəmsin bir dənə fonksiyonlarından biri budur ki, necə keçmiş və hissədə biz sizə dedik ki, Şəms axmaqlarla savaşa getmişdi, qılış çəkmişdi, himayətlə mübarizə edirdi. Yaxçı, yəni demək olar ki, Mövlana deyir ki, Təbriz məktəbi himayət pərvər deyir, axmaq saxlayan deyir, axmaq törədən deyir. Burada ikinci fonksiyonu da sayır Təbriz məktəbinə, Şəmsə. O da budur ki, zülmətlə, qaranlıqla qarşı-qarşıya gedir. Elmi sevəndir, nuru sevəndir. Siz baxsa görürsünüz, deyirlər,
Vaqiətdə də Təbrizdə birinci mədrəsələr, birinci elmi sevənlər Təbrizdə başlayıblar da. Buradan gediblər qabaq. Baxın görün nə mənə deyib. Bərnişəstan şah eşq o. Şah eşq şəms Təbriz. Bərnişəstan şah eşq o dam zulmət bərdərید. Zulmətin o tələsini yırtdı, dağıtdı. همچو ماه 7 و 8 و آفتاب روز عید اختران در خدمت او 100,000 اندر هزار هر یکی از نور روی او مزید اندر مزید. Bütün əflac şəmsə qulluq edirdilər onun qabağında. چون در آن دور مبارک برجها را می گذشت. افلاش da seyr eliydi da, gəzirdi bu adam. سوی برج آتشین aşiqan xud رسید. Gəldi o sevdalanmışların borcularına da, orada da dayandı. Görə orada nə xəbər vardı? در دلش یاد من آمد. Mevlana deyir. Yadına düşdü, mən də varam. Mən də onu sevirəm. در دلش یاد من آمد. هر طرف کرد التفات. مرمرا در هیچ صفی آن زمان آنجا ندید. Məni heç mən demirəm. Əslən demirəm. Biraz gözət deyirəm. Əvvəl xanımlara tutun. Xanımlarımızın içində bəzi yerlərində feminist düşüncələr var. Etiraz edirlər. در دلش یاد من آمد هر طرف کرد التفات مرمرا در هیچ صفی آن زمان آنجا ندید. Məni heç yerdə görmədi onların içində. موج دریاهای رحمت از دلش در جوش شد. هم نظر می کرد هر سو هم انان را می کشید. Axtarırdı gözüyle. Her ləhsə atı da çapırdı. Onun o cilovundan yapışırdı. Axtarırdı da bir şey. Şəms axtarırdı. گفت نزدیکان خود را کان فلان غایب چراست. Yaxın adamlarına dedi ki, və Mevlana bunların içində olmalıydı. Niyə qayıb olubdu? Yoxdur. O əflakin gəzintisində da dolanır, aşıqların borcunda buna deyir. An xarab aşıq hazır misal napadid. Axı o aşıqdır, vücudunu, kimliyini kamilən dağın eləyibdir. O misalsız bir insandır. Mevlana öz vəsfidir, misal napadid. آنکه دیده هر شبش در سوختن مانند شمع آنکه هر صبحی که آمد ناله های او شنید. Özünü deyir da. Bu da Mevlana özünü deyir. O ki hər gecə bir şam kimi yanırdı. O ki hər sübhə kimi bu ibadət eləydi, münacət eləydi. Bunun zarıltısını şəms eşidirdi. Bu çox doğal bir sözdür ki şəms gəlsin mənə tapsın. Gərək elə tapa. Yaxçı, آنکه آتشهای عالم زاتش او کاغ کرد. Kağ yəni nalə və fəryad. O ki bunun odlarının əsasında bütün odlar nalə edirdilər. Tafusun میخواند عشق و بر دل او میدمید. آن یکی خاکی که چون مهتاب بر وی تافتیم. همچون indi bir rəşdiq da şəmsinə mən bir rəşdiq neynədir? Məhtab kimi. همچو مهتاب از سرا سوی ثریا میدوید. آنکه چون جرجیس اندر امتحان عشق ما گشت او 100 باره زنده کشته شد 100 ره şəhid. Şəmsi burada təşbih eləyir Mevlana Cercisə. Cercis bir dənə o cür ki deyirlər İsa Məsihdən sonra bir peyğəmbəridir. İsa'nın həvarilərinin şahidlərindən hesablanırdı. Bu adamın şoğlu da ticarətidir. Malı çoxudur. Gedir Şam şahlarının bir dənəsinə deyir ki, mən malı bağışlayıram sənə, səncə müvəhhid olcunanda Allah'a iman gətir filan. Onlar da tuturlar bunu neynirlər? Orada şikəncə eləyirlər, öldürürlər. Bu öldürürlər, bu dirilir. Öldürürlər, dirilir. Öldürürlər, dirilir. 3 dəfə. 3 dəfə Cercis o cür ki nağıllarda gəlibdir. Bu cür dirilir. 4-cü dəfə Cercis neyniyir?
bunlara bəla və nifrət və nifrin arzulayır və ölür və qutulur. Mevlana burada onca anke çon cercis ender imtihan eşq ma, o ki cercis kimin bizim eşqimizi istəyir imtihan eləsin, گشت او 100 بار زنده کشته شد 100 ره şəhid. Neçə dəfə mənim üstümdə Şəms öldü, dirildi. Vaqiət döyüldü də, 2 dənə oğlu ki var idi, biri onun Şəmsin tərəfi idi, biri də Şəmsin qarşısında idi ki, istəyirdi Şəmsi öldürsünlər, yəni adamlar ki onu döyrəsinlər. An ki hamil şod ədəm az afəriniş bəxt نیک. Çox gözəldir. Əslən, yəni bazı cümlələr var, burada heyrətəngiz cümlədirlər. Deyir ki, aləmi ədəmdə, aləmi ədəm oxşuyurdu bir dənə xanıma, istəyirdi hamilə olsun, aləmi ədəm. Deyirdi, onun hamilə olmağı ki, kulli o törəniş o ədəmdən istəyirdi çıxışıya, Şəmsin əli ilə oldu. Baxırsanda tərəf. An ki hamil şod ادم از آفرینش بخت نیک ناف او بر عشق شمس الدین تبریزی برید. علت o ki bir belə aləm Şəmsi sevirlər, bir xatir odur ki bizim hamımızın göbəyini kəsib atıblar onun üstünə. Sağ olasın. Usta, burada bu Şəms, həm Şəms-i Təbrizi deyil, həm